Deməli, yaxın əyləşin, siz də yaxın olun. Bir məsələni danışım sizlə, əziz dostlar, əziz valideynlər. Hərbi məktəblərlə bağlı bir çox müraciətlər arasında bir valideynlərdə belə bir sual yaranır və sual verirlər. Mənim yoldaşım, mənim atam, mənim qardaşım cinayət məsuliyyətinə cəlb olunub və yaxud həbsdədir. Bizim övladımız necə olacaq? Mən qəbul olub olmamağa qərar qoyuram və həmin atalara, həmin övladlara, nə bilim qardaşlara demək istəyirəm ki, siz tək deyilsiniz. Bir ata tək ola bilməz. Onun ailəsi var. Hər bir insan, hər bir ata ailəsinə görə hərəkət eləməlidir. Sən həbsə düşdünsə, sabah sənin ailə və dövlət işində filan problemlər olacaq. Özünə problem olacaq 100%, onu demirəm. Yəni belə şeylərdə diqqətli olmaq lazımdır. Sən özünü necə deyim, loru mənada danışaqda ağıllı apar, ağıllı ol ki, övladın sənin əziyyətini çəkməsin. Niyə? Həbsdədir, həyat yoldaşı deməlidir ki, mən neynim, ay Allah, mən övladımı hara düzəldim, hansı hərbi məktəbə qoyum, necə eləyim, polis akademiyasına qəbul edirlərmi, xeyr etmirlər, filan yerə qoyum, bu necə olub? Ümumiyyətlə, belə şeydə əziz atalar, əziz kişilər, diqqətli olun belə şeydə. Valla, özünüzlə bərabər ailənizi də məhvə doğru sürükləməyin. Mən xahiş edirəm sizdən, başqa mən nə deyə bilərəm ki?